Mən dişli çarxlar necə emal müxtəlif üsullar, ən sadə üsul və inkişaf edir mürəkkəb, nüanslı üsullar. Buna deyirlər pəsta. Hələ bunun dişləri açılmayıb, görürsünüz. Bax, burada metalı götürürlər, yonu çıxartırlar, bir diş hazırdır. Yenə götürürlər, ikinci diş hazırdır. Belə yavaş-yavaş, bu sadə bir üsul. Daha mürəkkəb üsullar var. Baxın, belə bir mürəkkəb üsul var. Bu nədir? Bu kəsici alət. Çarxı oxşayır, amma çarx deyil. Xüsusi materialdan hazırlanır. Çox möhkəm və bərk. Buna deyirlər iskənə. Eşiniz belə bir söz. İskənə o xarratlarda olur, amma burada da var. Çox mürəkkəb bir deməli şeylə, bax belə görürsünüz, yiyirlənmə deyirlər. İkisi də metal bunun. İkisi də metal, amma biri alətdən. Freza adlanan bir alət, kəsici alət. Yaxınlaşır, təşkilata. Prinsipə, bayaqki metoda biz baxdıq, bu həmin metoddur. İki dişin arasını götürür, üstdən göstərsələr daha yaxşı olardı. Bizi fıraqdan göstərir. Stollardan sonra bu pəsta fırlanır bir addım qədər. İkinci dəfə gəlir götürür. İki dişin arasını götürdü, bir diş hazır. Bayaq biz ona baxdıq. Baxın, həmin şey. Pəstadır, həmin freza. İki dişin arasını götürür, sonra bu bir addım qədər dönür, yenə gəlir. Və dönəcək. Döndü, gördünüz. İndi ikinci dəfə keçəcək. Fikir verin, dişin emalı çox vaxt aparan şey. Neçə dənə diş, bir-bir. Hansı çarx uşaqlar? Konus var. Konus, bəli. Bunun emalı da çox bağlı emalı. Vaxt aparandır. Ona görə konusvari çarx daha çarxdır. Məsəl üçün, deyək ki, ötürmədir, sürəti azaltmaq lazımdır, ötürmə qoyulan. Qoyulan konusvari çarx, xeyir deyil. Mühendis onu əsaslandırmalıdır. Niyə mən bunu söylüyorum? Bu konusvari çarx, o texnologiyası bahadır. Konusvari çarx yalnız nə vaxt qoyurlar? Nə vaxt qoyurlar konusvari çarxı maşını? Nə vaxt hansı ehtiyac? Vallahi